Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Sadaqallahul aliyyul azim. Salam, hər vaxtınız xeyirli olsun əziz izləyicilərimiz. Hər birinizi yenidən mübarək Ramazan ayında Quran işığında xoş gördük. Mübarək Ramazan ayında Quran-ı Kərim nazil olduğu üçün mövzumuzu da elə Quran barəsində inşallah xidmətinizə çatdırarıq. Mövzumuz bundan ibarət olacaq: Quranın ecazkarlığı və heç bir tərifə uğramaması və Quran-ı Kərimin Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin ən böyük möcüzəsi olması mövzusudur. Və diqqəti çatdıraq ki, bu mövzu ilə bağlı yarana biləcək suallara Allahın izni ilə ilk öncə Quranla, hədislə, tarixi sübutlarla və əqli sübutlarla Allahın izni ilə cavab verməyə çalışacağıq. Elə ilk öncə Quranın təhrif olmaması ilə bağlı Quranın özünə nəzər salaq. Görəsən Quranın təhrif olmaması ilə bağlı Quranda ayələrimiz mövcuddurmu? Mütəal Allah Hicr surəsinin 9-cu ayəsində buyurur: Bismillahirrahmanirrahim. İnna nahnu nazzalna zikra və inna lahu lahafizun. Sadaqallahul aliyyul azim. Ayədən göründüyü kimi Mütəal Allah buyurur: Həqiqətən bu Quranı biz nazil etdik və həqiqətən də onu biz qoruyacağıq. Ayə açıq-aydın bizlərə bəllidir. İkinci bir dəlilimiz Quran-ı Kərimin Fussilet surəsinin 42-ci ayəsidir. Mütəal Allah buyurur: Bismillahirrahmanirrahim. Nə önündən, nə də arxasından batil ona yol tapa bilməz. O, yəni Quran-ı Kərim, hikmət sahibi və tərifə layiq tərəfindən nazil edilmişdir. Yəni mübarək Quran-ı Kərim Mütəal Allah tərəfindən nazil edilmişdir. Ayəni dinlədik. Quranın qeyd edilən ayələrində gördüyünüz kimi bu müqəddəs kitabı Allah Taala özü zamindir. Əzizim, bax sual burada yaranır. Hicr surəsinin 9-cu ayəsində Mütəal Allah buyurdu ki, həqiqətən bu Quranı biz nazil etdik və həqiqətən də onu biz qoruyacağıq. Əgər Quran-ı Kərimdə təhrifə yol verilmiş olsaydı, Mütəal Allah tərifə yol verilmiş kitaba zamin durardırmı? Bu bir cavab. Onun qorunması təkidlə təmin edilmişdir. Dediyimiz kimi, əgər tərif baş vermiş olsaydı, Allahın buyurduğu kəlam etibarsız olardı. Digər bir dəlilimiz hədisdəndir. Ümumən müsəlmanların ittifaq etdiyi Səqələyn hədisidir. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğu Bismillahirrahmanirrahim. İnni tarikum fikumus Səqələyn kitabəllah və itrəti. Peyğəmbər salavatullah buyurmuşdur: İki ağır əmanəti aranızda qoyub gedirəm. Biri Allahın kitabı, diqqət elə, biri Allahın kitabı, digəri isə əhl-i beytimdir. Yenə sual yaranır. Əgər Mütəal Allahın kitabında, yəni Quran-ı Kərimdə təhrifə yer verilmiş olsaydı, Allahın Peyğəmbəri, pak Peyğəmbəri, nöqsansız olan Peyğəmbəri məgər təhrif olunmuş kitaba zamin durub onu əmanət kimi ümmətə çatdırardırmı? Yox, əsla. Üçüncü dəlil və sübutumuz tarixi sübutlarlandır. Tarixi sübutlar bunu göstərir ki, Quran-ı Kərimin tərifə yol verilməməsi ilə bağlı Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm bir neçə göstərişlər vermişdir. Məxsusən Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm Quranın əzbərlənməsi, yazdırılması və ayələrin tərtibi ilə bağlı göstərişlər vermişdir və bunu diqqətdə saxlamışdır. Bunlar da hədislərlə gəlib bizlərə çatmışdır. Hədislərdən biri də Həzrəti Əli əleyhissalamın buyurduğu hədisdir ki, buyurur: And olsun Allaha. Həzrəti Əli əleyhissalam buyurur: And olsun Allaha. Osman zamanında cəm edilən Quran bizim məsləhətimiz ilə həyata keçmişdir. Yəni, əgər Quran-ı Kərimə təhrif olunması ilə bağlı bir məsələ olsaydı, bizim diqqətimizdə olardı. Digər bir dəlilimiz əqli sübutlarlandır. Əqli sübutlar bunu bizə nəticə verir ki, Quran-ı Kərimin tərifə uğramamasının səbəbi
höccətin tamamlanmasıdır. Yəni, Hz. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmdən sonra hansısa bir peyğəmbərin gəlməməsidir. Bu da onu göstərir ki, Qur'an-ı Kərimin təhrifə uğramamasına yegana bir cavabdır. Və din olaraq İslam dinindən sonra başqa bir dinin gəlməməsi dediyimiz kimi Qur'an-ı Kərimin təhrif olmamasına bir dəlil, sübutudur. Bu mövzu ilə bağlı inşallah fikirlərimizi bölüşdük. Hansısa qaranlıq qalan məsələni inşallah bu dediyimiz dəlil və sübutlarda inşallah axtarıb araşdırmaqla özümüzə yəqinlik hasıllar inşallah. Esselamu aleykum və rəhmətullah və bərəkət.